Kimin nəyi varsa, nəyimiz var. Kimin nəyi varsa düşünsün ki, bir gün Allah onu məndən istəyəcək. Nəyimizi istəyəcək. Və bu prinsipial məqamdır. Bu qurbanlıq məqamıdır. İbrahimin dastanı, Həzrət İbrahim əleyhissalamın dastanı bunu simvolizə edir. Bunu çatdırır, tərənnüm edir. Qurban bayramı, yəni bunu başa düşmək deməkdir. Bıçağı qoydu, kəsmədi. Övladının boğazına. Vəh gəlmişdi yuxu vasitəsilə ki, oğluğu qurban kəs. Gəlir övladına deyir, çox ədəbli bir diyalog olur aralarında. Deyir ki, fikrin nədir? Oğluna deyir. Görmüşəm ki, səni qurban kəsirəm, fikrin nədir? Əvvəl onun hörmətdir, övladına hörmətdir, onun fikrini öyrənmək istəyir, zorla olmaz, sən də gərək razı olasan. Gözəl cavab verir, İf'al mə tu'mər, nə deyəcəm? Sənə əmr olunanı elə, sətəciduni inşaallah minəs sabirin. İnşallah məni də səbr edənlərdən görərsən. Nə qədər təvazökərcasına. İnşallah görərsən ki, mən də səbr edənlərdənəm. Doğrudan da adamın ürəyini kövrəldən bir dastanı var. Gəlir ki, gözlərimi bağla, gözüm gözüvə sataşar, hərə öz övladını təsəvvür eləsin. Ki, aparır eşq minasına, qurban kəsməyə. Deyir, gözlərimi bağla ki, gözüm gözüvə sataşmasın. Ki, məhəbbət cuşa gələr, Allah əmrini birdən icra eləməkdə tərəddüd eləyərsən. Bıçağı qoyur kəsməyə, kəsməyəndə qəm çökürür ürəyinə. Dedimi, hər adama qismət olmur. İbrahimdən söhbət gedir, Həzrət İbrahimdən. Deyir ki, layiq olmadım, mən nə aşiqəm ki, eşq yolunda qurban verəsi olmadım. Mənim eşqim nəyə dəyər, nə qiyməti varmış, heç nə. Özünü qınıyır. Quranda gözəl incə ayə var. وَفَدَيْنَاهُ بِذِبِهٍ azim. Biz ona böyük qurban əta elədik. Təfsirçilər deyir, axı İsmail'dan böyük qurban deyil qoç. Ona qoç verdi. Qoç verdikdən sonra deyir, biz ona böyük bir qurbanlıq bəxş elədik. Təfsirçilər deyir ki, İsmail'dan böyük qurbanlıq Hüseyin ibn Əli ola bilərdi. O da onun övladlarından idi. Bu qurbanı saxladıq, ona daha böyüyünü nəsib elədik. Daha böyük qurbanlıq nəsib elədik. وَفَدَيْنَاهُ بِذِبْهٍ azim. Allahın xoşu gəlmir fürsəti əldən verən insanlardan. Fürsətlərdən istifadə edib qurban verməyə çalışmalıyıq. Nəyimizdənsə keçməyi bacarmalıyıq. Allahın ən qəzəbli anları nə zamandır deyim sizə? Qurban istəyir vermirsən. Nəsə istəyir vermirsən. Nəndənsə keçməyi istəyir vermirsən, eləmirsən. Allahın qəzəbini alovlandıran bir şeydir. Ərhəm ər-Rahimin, ən mehriban olan Allah bu yerdə rəhməti kəsilir. Qəzəbi cuşa gəlir. Təbuk döyüşünə gedir Peyğəmbər. Bir-iki nəfər deyir ki, məhsul yığımı vaxtıdır. İndi gedə bilmərik. Qalsın, üzürlü say bizi. Ayələr qəzəb ayələri nazil olur. فَاِنْ رَجَعَكَ اللّٰهِ اِلَى طَائِفَةٍ مِّنْهُمْ فَاسْتَأْذَنُوكِ لِلْخُرُوجِ فَقُلْ لَنْ تَخْرُجُ مَعِيَ أَبَدًا. Deyir, sən dəvət elədin, çıxmadılar, gəlmədilər səndən. Denən onlara ki, heç zaman məndən olmayacaqsınız. Vəssalam. Sizdən qurban istədim, sizdən fədakarlıq istədim. Eləmədiniz da heç zaman gözümdən elə düşdünüz ki, Peyğəmbərin yanında görməyəcəm sizi. Görmək istəmirəm sizi. İstisna fürsət idi fədakarlıq eləməyə, bəs din harada göstərir özünü? Möminlik harada göstərir özünü? Birindən bir şey istəyəsən ki, biraz pulundan ver bir adama yardım eləyək, üzü dəyişsin, narahat olsun. Birinə desən, vaxtı qoy, məsciddə bir iş var, din üçün bir iş var, əlimdən falan iş gəlir,
maşının var, birini götürüb aparasan, bir qələmin var, bir şey yazasan, pulun var, xərcləyəsən, nə bilim mən, nəsə bir qabiliyyətindən, bacarığından, nəyinsə var, qapıda diyanasan, ayaqqabı cütləyəsən, bilmirəm, neynəyəsən, xidmət göstərəsən, orada məmnun eləyə. Allah deyir ki, ən gözümdən düşdüyü andır bəndənin. O yer ki, fədakarlıq lazımdır, orada eləmir. Qurbanlıq anında. Lazımdırsa nəsə vermək, vermirsə, bacardığından, yəni hər bir insanın fikri bu olsun ki, neyniyim, nə verə bilərəm, mən nə bəxş eləyim, nədən keçim, bu fikirlə yaşasın, deyir insan. Bəndəni belə tərbiyə eləmək istəyir. Namazımı qılın, məscidə gəlim, xutbəyə qulaq asın, filan yox. Qurban bunu başa salır ki, insan gecə-gündüz təlaş içində olsun ki, neyniyim, nəyimdən keçim, qismət olacaqmı, fədakarlıq eləyim. Elə qəzəblənir ki, deyir, lazım deyilsiniz mənə. Nə namazınız lazımdır, nə orucunuz lazımdır, nə ibadətiniz lazımdır. Qurban məqamında eləmədinizsə, bax bu ayədə deyir, mən yərtəddə minkum an dini fəssəvfə yətillah bi qavmin yuhibbuhum və yuhibbunə. Deyir, kimlər sizdən öz dinindən dönsə təfsirçilər deyir, mürtəd olsa yox, dindən dönmək nəyə deyir Allah? Kimlər sizdən, sizin üçünüzdə o insanlar ki, dinə xidmətdən imtina eləsə, süstlük göstərsə, bunu deyirlər dindən dönmək. Yəni dinsizlikdir bu. Dindən dönmək budur. Sizdən nəsə kömək tələb olunur, dinə xidmət tələb olunur, xalqa xidmət tələb olunur, fədakarlıq tələb olunur, eləməsəz, Allah belə qorxudur. Fəssəvfə yətillah bi qavmin, Allah sizə aparar, bu neməti sizdən alar, deyər, itilin gözümdən, sizin yerinizə bir qövm gətirər ki, yuhibbuhum və yuhibbunə, onlar başqa cürdür. Allah onları sevir, onlar da Allahı sevir. Oturub səni gözləməyəcəklər ki, Cənab nə vaxt durub Allaha xidmət eləyəcək? Gözləməyəcəklər. Deyib, istəmirsən, Allah səni aparar, sənin yerivə eləsini gətirər ki, onlar Allahı sevir, Allah da onları sevir. Ondan sonra bir sözdür ki, adamı yandırır. ثُمَّ لَا يَكُونُ أَمْثَالَكُمْ Onlar sizin tayvız deyil. Onlar fədakar insanlardır. Onlar canlarını, mallarını din yolunda, haqq yolunda, xalq yolunda Allaha xatir xərcləyən insanlardır. Onlar sizin tayınız deyil. Və tarix çox şahidlik eləyib buna. Allah necə bəlalara düçar eləyib, qurban verməyə hazır olmayan xalqları, millətləri, insanları, qrupları. Tarixini başdan başa vərəqləyin, çox ibrətlər, nümunələr var. İmam Hüseynin Kərbəlası qurban məntiqi ilə izah olunur. İmam Hüseynin Kərbəlasını başqa heç cür izah eləmək olmur. Qurban verməyə hazır adamlar lazım idi ki, çıxmadılar. Qurban verməyə hazır olmamaq da bilirsiniz nə deməkdir? Uçurum deməkdir. Gətirir səni qatil eləyir. Qatilə çevirir. Bir dəstə çıxdı könüllü, xalis, gözəl şəkildə, ən gözəl şəkildə tarixdə canlarını hədiyyə eləyənlər onlardır. Ki onlar haqqda danışanda adamda tamah yaranır şəhadətə. Şəhadətin tamahı düşür insanın canına. Bir adam fədakarlıq eləmədisə dini yolunda, Allah nəzərini ondan çəkir. Fədakarlıq eləməmək cinayətdir, cinayətə bərabər yox, cinayətdir sözün əsl mənasında. O insanlar birdən-birə əzaba düçar olur, dərhal. Hədisdə var, mən ləm yəmşi fi hacəti vəliyyillah ubtuliyə və ən yəmşi fi hacəti aduvvillah. Bu qorxulu hədisdir. Bunu neçə dəfə məsciddə cümə günləri demişəm. Deyir, kim Allah dostunun yolunda addım atmasa, Allahın övliyası, dostu, onun işi, Allahın peyğəmbəri, imamı, övliyaları, onun yolunda addım atması, Allah onu bəlaya düçar eləyər. Bu bəla nədir? Allahın düşməninin yolunda addım atar, ona xidmət göstərər, onun yolunda fədakarlıq eləyər. İnanın mənə, Küfəlilər Yezdi sevmirdilər. Küfəlilər Yeziddə nifrət edirdilər. Küfəlilər kafir deyildilər. Küfəlilərin qəlbində iman var idi. Amma nə oldu belə oldular? Kafirdən də betər kafir oldular. Ne üçün? Cavab sadədir. Allah vəlisinin yolunda addım atmadılar.
Əli əleyhissalamın ürəyinə dağ çəkdilər. Əli əleyhissalam onların gözünə baxıb danışırdı, gözlərində etiraz hiss eləyirdi. Demirəm, döyüşmədilər. Onlar döyüşdülər. Həzrət Əlinin yanında döyüşə getdilər. 3 müharibə oldu və döyüşdülər də. Deməli, döyüşmək də az deyil. Necə döyüşdülər? Həvəssiz getdilər. İndi görün Allahın işinə bax. Allahın vəlisinin yolunda həvəssiz getmək nə ilə nəticələnir? Allahın vəlisinin qatilinə çevrilirsən. O qədər həvəssiz baxırdılar. Həzrət Əli belə ifadə edir, deyirdi, ya əşbahər rical vələr rical. Ay kişiyə oxşayıb, kişi olmayanlar. Sizə mən nə deyirəm, sizə təsir eləmir. Durursunuz da bir iş görməyə, ah, ufla görürsünüz. Həvəssiz görürsünüz. Canfəşanlıq görmürəm sizdə ki, bir-birinizlə yarışasınız. Ötür-ötürdür. O düşsün qabağa, mən qalın. Sən ged elə. Budur. Bu cür adamlara deyir ki, kişiyə oxşayıb, kişi olmayanlar. Onlar döyüşdülər də, cihada da getdilər, müharibələrdə də iştirak elədilər. Amma süstlük halında elədilər deyə Allahın təqdiri belə oldu ki, bu insanlar gəldilər Yezdin yolunda, Yezdə nifrət eləyə-eləyə. Tarixin qaydası budur. Yezdin yolunda fədakarlıq elədilər. Malları ilə, canları ilə döyüşdülər, ona müti oldular.